Kimdə miqren ağrıları varsa, diqqətlə qulaq asın. Ut hindi yağı propolisdir. Möcüzəvi bir şeydir bax bu. Bu da süd kimi möcüzəvi bir şeydir. O süd var ya mənim reseptim. Demək, allergiya öskürək, turba kimi. Bax bu da möcüzədir. Bundan alırsınız, fitoklublarda var. Bir də apteklərdə var. Boğazda olan problemlər, qlandaların şişməyi, səs tellərinin zədələnir. Bax ona gözəl təsir eləyir. Qulaqda olan səs, küyə, sonra iltihab, bəzi hallarda qulaqdan qan gəlir, ona da mükəmməl təsir eləyir. Burnuna töküləndə mükəmməl haymorit, frontit mağaralarını təmizləyir. Elə bil ki, bax hər zaman deyirəm bu yağ haqqında mən. İynənin gözündən dəvəni keçidən bir şeydir bu. Oynaq ağrılarında mükəmməl fayda verir. Kimdə oynaq, ximiyadan sonra bax oynaq ağrıları olur. Sonra kimdə osteoxondroz var, o həmən nahiyələri masaj etsin. Deyərəm ki, mən əlavə eləyim ki, bütün bədən ağrılarında hansı nöqtə ki ağrıyır, bax üstdən masaj, limfalar şişəndə belə bununla masaj eləsəz üstün, yəni basmaq olmaz, əzmək olmaz. Sadəcə yüngül qatına masaj eləmək lazımdır. Qlanda, şişmiş qlandaların üzərindən bundan çəkə bilərsiniz. Mükəmməl bir şeydir, belə dəhşətli bir şeydir. Bismillah.